Herkese salam dostlar, ben Game Sazı. Bugün Age of Story 2 Kangus 1.5.1 versiyonunda Kosova'nın 4. bölümüyle yeniden sizlerle birlikteyim. Dostlar, hemen gördüğünüz gibi böyle bir mənzərədə başlamaq istedim ki, fəth etdiyimiz torpaqlar bu qədərdir. Belə bir görsəndədir. Dostlar, və həmən keçək. Gördüğünüz gibi Avropadan da bir neçə dəyişikliklər var. Burada mənzərədə görsəniz ki, Almanya'da çoxlu üsyanlar baş verib, daha çox Avropada. Gördüğünüz kimi Vichy Fransası falan mı qurulub, Benelux ölkəsi falan qurulub, biraz dəyişiklik var Avropada. Və biz də dəyişən bu dünya sistemində öz yerimizi almaq üçün hücumlar edirik və gördüğünüz kimi kiçik bir torpaqdan böyük Avropanı, böyük qitəni ələ keçirmək üçün böyük bir plan hazırladıq və plan üzrə 4-cü bölümdəyik yenidən. Dostlar, keçən bölümdə nə etmişdim? İlk öncə bir onu özəl keçək dostlar. Gördüğünüz kimi keçən bölümdə səhv etmirəmsə və Bosniya və Hersegovina ilə Xorvatiyaya hücum etdik və oradan torpaqları aldıq. Əslində birinci Bosniya Hersegovina'yı savaşdıqdan sonra geridə qalan torpaqlarla da Xorvatiyaya savaş ilan etdik və oradakı tabii asimilasyon dəyərləri də bir xəstəliklər var. Onlar da gedəcək. Asimilasyon edərkən indi də baxdım, gördüm ki, burada bir təbii keçən bölümdən sonra deyəcəkdir. Və ordumuz da var. Bunu da bilgiyə çəkək. Ən sonunda nə oldu? Xorvatiya fəthindən sonra təbii ki, koalisyon quruldu. Artıq ilk koalisyon səhv etmirəmsə Ərəb torpaqlarından gəldi və burada qəbilələr kimi idi. İspaniya sonra bizə hücum etməyə çalışdı. Buradakı bütün torpağı, Rijeka torpağını, Xorvatiyanın böyük şəhərlərindən olan Rijekanı çox böyük top yükünü saldırılar etdilər və burada xalqı tamamilə rahatsız etdilər. Xalqın bütün hər şeyini yağmaladılar və oradakı bütün çox yeri məhv etdilər deyə bilərik və Rijeka milləti, Rijeka xalqı, şəhər sakinləri, vilayət sakinləri 32.400 nəfər oradakı bütün ekonomidə batdı, bütün mutluluq da batdı və biz də bu mutluluğu inşa edirik yenidən qaldığı kimi. Dostlar, şükürlər olsun, xeyirli olsun. Burada 9681 ordumuz qaldı. Sonra isə barışdıq, videoda uzun çəkdi və gördüyünüz kimi belə bir mənzərəyə gəldik dostlar. İndi bu bölümdə nə edəcəyik? Bugün biraz oyunda donur yox, belə hərəkət eləyir deyə ona görə də üzrlü sayın. Bəli dostlar, gördüğünüz kimi Türkiyə ilə artıq sınır xətlərinə gəlmişik və Türkiyənin artıq bundan sonraki gedəcəyi yer, yəni burada ola bilər, bura başqa qarışılmış və istikrarsız türk birlikləri olan buranı ələ keçirib bir torpaqda tuta bilər. Okay, Qafqazdan sonra da gedə biləcək yer sadəcə dənizin o tərəfə qalacaq. Oranda götürməsək təbii ki, bir nömrəli hədəflərdən biri də artıq aşağıya da enə də bilər, enməyə də bilər. Çünki həm Antik Mısır var, həm də Hindistan kimi böyük bir dev var. Sağ tərəfdə də İran zaten bunun qarşısını kəsib, yuxarıda da Rusiya var. Bizə tərəf gələcəklər təbii ki, Kosovada üzləşməliyik. Biz də o Antik Mısır, Hindistan, İran, Rusiya kimi ölkələrdən biri, Rusiya olmasaq da, Hindistan olmasaq da, Antik Mısır kimi, İran kimi biraz Hindistana yaxın bir səviyyədə olmalıyıq ki, bizə qarşı heç bir güc tətbiq edə bilməsin. Türkiyə və gedəcəyi yerlərdə bizim adımızı silsin. Gördüğünüz kimi aramız da çox pisdir. Yəni hər an savaş ola bilər deyə düşünürəm. Yəni ilk öncə bir əlimizdəki təbii yatırımlar da etmişdik. Texnoloji yatırımları da etmişdik. Gördüğünüz gibi bunu da bir yüksəldək. Əlimizdəki texnoloji bunun bir 1'ə qədər yüksəldək. 95 96 ol, 96 artıq yavaş-yavaş getdikcə zəifləyir. Yəni yuxarı qalxması daha da güc tələb edir, daha çox pulla tələb edir. Demək olar ki, 27-ci sıradadır və əlimizdə 1.129.000 nüfus, 200.000-i aşan ekonomi var. Dostlar, gördüğünüz kimi bir neçə gündür oynamıram, bir həftəyə yaxındır fərqli oyunlarda oynayıram orada. Biraz qarışdırmışam, yəni keçən bölümdən o trafik necə irəliləyir, haradasa bir olur az qala, o ekonomi trafiyi necə irəliləyir bilmirəm. Hayvansız şəkildə hücumlarımıza davam edəcəm və
Sonunda bir olduq. Çox gözəl. 200 minə qədər yatırım eləyəcəm. 1-1 olsun, həmən dayandıracağım. Dostlar, oha. Deyəsən. Çox pis. Bu çox pis oldu. Türkiye, Bulgaristan arazılığıyla bizim hədəflədiyimiz Rumıniyanı adeta hayvansız bir şəkildə ora və qarşımızı kəsəcək bir həmlə daha etdi. Və artıq biz də yavaşdan bu Serbiya ilə Bulgaristanı ortadan qaldırmalıydıq və artıq zamanı da gəlib təbii ki. Və hansı daha zəifdir? İlk öncə təbii ki Türkiye'yə həm də bu daha da bir mesaj ola bilər. Bulgaristan'a savaş elan edəcəyik. Dostlar, 50.000 ordu lazımdır, 70.000 ordu toplamalıyıq deyə düşünürəm. Dostlar, biz ilk öncə kəşki bir Cəzair, Fars kimi bir üst yer işgal etsəydik, bir oradan ordu çıxara bilərdik, amma olsun. Zaten ileride buralar, Balkanlar falan əlimiz daha da yüksəldikcə, daha çox torpaq yüksəldikcə daha çox ordu toplaya biləcəyik dostlar. Amma ilk öncə bir dukat çoxaldaq. Zaman keçir, artıq 7 dəqiqəyə gəlib çatmışıq. Əlimizdə 500 min aşan bir dukat olsun ki, sonradan çətinliyə düşməyək. Ekonominin az olduğu yerlərdən ordular çıxaraq. Dostlar, 12.000 çox muydu, az mıydı? Diğer oyunlara əsasən buranı qarışdırmışam. Bir yadıma salmalıyam olsun. Bəli, tamamıyla istədiyimiz dərəcədə ordu topladıq deyə düşünürəm. İndi bunu 3 yerə böləcəyik. Təbii ki 20.000 buraya, Skopje'ye, Selani 20.000, Atatürk'ün dünyaya gəldiyi yer. Aleksandropoli ise 23.000. Çünki burada biraz, hatta bunu belə eləyək. 23.000 əslində Aleksandropolidə daha gözəl olar. Çünki daha içlərə doğru gedir. Amma başkəntdə daha da çox qoruyacaqlarına görə biraz daha geriyə bir ordu göndərirəm. Tamamdır, çox gözəl. Savaşımızı ilan edirik. Həmən vaxt itirmədən çox böyük ordumuzu ora göndərirəm. Qalanda Aleksandropoliyə dəstək üçün göndərirəm. Çox gözəl və istədiyimiz dərəcədə, istədiyimiz şəkildə girib ala bilirik. Dostlar, bir dəqiqə. Çox böyük ordularla girməyək ki, sonra ekonomini məhv etməyək. Gördüyünüz kimi çətin olur biraz. Ora bir hücum eləyək. Çox gözəl. Əla, gözəl taktika və maşallah, super. Sadəcə 1 ay 5 gün əlində o torpaqların hamısını aldıq və Türkiyə ilə ora torpaqların arasındakı o fəth etmə potensialını da məhv etdik. Çünki Türkiyə Bulgaristan ala bilərdi 100% və onlar da təbii ki oradan Rumuniyadakı torpaqlarını birləşdirə bilərdi, amma biz buna icazə verməyəcəyik. Dostlar, və asimilasyonlarımızı da həmən yerlə yetirək Türkiyə. Kəşki asimilasyonları etmədən savaşsaydıq, amma təbii ki burada da tampon bölgü olmalıdır, yoxsa Türkiyə də bizi saldıra bilər. Yəni, əlimizdəki ordunun, əlimizdəki pulu da təbii Türkiyənin nüfuzu da çox. Ona görə də biz nüfuz yatırımları da etməliyik. Nüfuz yatırımları etməsək Türkiyəyə qarşı savaş eləyə bilməliyik. Amma ondan da öncə Türkiyəyə qarşı savaş etmək üçün təbii ki Serbiya, Sloveniya, Avstriya və Macaristanı işğal edəcək ki, oradakı nüfuz çoxunluğu da bizim əlimizdə keçsin. Əsasən də Avstriya falan, oradakı nüfuz da çox gözəldir. Almanya, İsveçrəni də işğal edib. Kəşki ora bizim olsaydı. Yəni, hər tərəfdən sıxışmışıq. Hətta İtaliyanı işğal edib. Sonra da Türkiyəyə savaş eləməyə bilərik dostlar. Sadəcə bizə Türkiyənin bu torpaqları lazımdır. Sonradan düşündüm, amma indi Rumuniyada lazımdır və bu torpaqları almaq üçün də Türkiyədən yaxşı puan kasmalıyıq. Yəni, ona görə də Türkiyənin içlərinə doğru gedəcəyik dostlar. Amma belə də eləyə bilərik. Əvvəlcə başda dediyim kimi buradan da hücumlar eləyə bilərik. Amma bu biraz istikrarsız kimi görsənər. Hər tərəfdə bir torpağımız biraz problem ola bilər. Ona görə də sadəcə tək bir cəbhədən saldıracağım ki, sonra koalisyonlarda və sair şeylərdə bizə problem yaratmasın. Bu arada keçən bölümdə İspaniya bizə çox çətinlik çəkdi. Ən axırlarda 2 dəqiqəyə qədər video uzadı daha çox. Ona görə də İspaniyaya gələcəm. Bu dəqiqə biz İspaniyadan
daha üstü səviyyədəyik, amma ekonomi olaraq bəli, biraz zəifik. Türkiyəyə baxdığımızda Türkiyəyə görə ekonomi də yatırımları etməliyik. Ona görə nüfuz yatırımlarını durdururam. Ekonomi yatırımlarını bəli. Bulqaristandan aldığımız torpaqlarda ciddi bir ekonomi yatırımı potensialı var. 3 torpaq, 4, hətta 5, bəli 4-5 torpağın çox gözəl bir potensialı var dostlar. Çox gözəl. Varna torpağı, Zagreb və Slaver. 3 torpaq yaxşı bir ekonomiyə sahibdən. Çox da Varna və Zagreb, Slaver. Bəli, üçü ən çox da Varna. Çünki Varna yaxşı potensial var və aldığımız torpağı yaxşı olduğu 400 min, bir anda 300 mindən 400 minə 2-3 ay ərzində ekonomiya çoxaltdıq dostlar və indi 400 min nüfus hardasa 167 min ekonomi. Bizim əlimizdə nə qədər ordu var? 22 min, bizə 70-80 minlik ordu lazımdır. Dostlar, buradan gördüyünüz yerdən təbii ordular toplayaq. Dostlar, 16 min, 16 min buradan da ordu topla 17 min. Ekonomi yok, buradan götürməyək. Bəli dostlar, gördüğünüz kimi oradan da bir ordu topladıq, amma bu 50 minlik ordu bizə yetməyəcək. Təbii ki, biraz daha ordu toplamalıyıq. Burada da adalar var. Bax, bunlar da artıdır, gəlirdi, həm də yaxşı bir ordu da çıxara bilirik dostlar. Torpağın çox olması, daha çox ordunun, daha çox gəlirin, daha çox şeyin olması deməkdir dostlar. Yəni torpaq bütünlüyü bu coğrafiya kaderdir cümləsindəki böyük elementlərdən biridir. Nüfuza verirəm 20 ədəd oldu, bəli, həddindən artıq çox ordu topladıq. 125 min oldu. İndi 1, 2, 3, 4, 5, 6, 7, 8. Neçəyə bölündüyü haqqında heç bir fikrim yoxdur. 12-13 minlik ordular qoyuram. Hamısına videonu davam etdirəcəm. Bəli dostlar, gördüyünüz kimi belə bir ordu toplanışıyla həyata keçirtdim. Hətta burada bir 200 daha ordu göndərək, 15K olsun, çox gözəl. Başkənddən tutdum ki, yəni başkəndimiz daha da güvənli olsun və bir neçə də qala da inşa edək dostlar ki, bura girə bilməsinlər. Aramızda yaxşı dəstinin ordularını görə bilirik, problem deyil. Çox gözəl yerdən əlimizdə ordu var və süper. İndi isə savaş edirik. Bismillah, görək nə olacaq. Bəli, heç nə edə bilmədilər, çox gözəl. Buradan da bir saldırılarımızı edək. 5000 buraya, 5000 buraya, çox gözəl. Bunu da belə ki, qarşıya göndərək ki, sonradan problem yaranmasın, amma sonra gördüyünüz kimi orada bir çıxış yolu tapdılar yenə də, amma olsun, hara qaçacaqlar, fərqi yoxdur. Çox güzel, qaçış yeri heç vaxt olmayacaq onlara dostlar. Geridəki orduları da irəli gətirək ki, lazım olar. Bəli, çox gözəl. Başkəndlərinə 10 minlik ordu ilə girdik və süper. Onlar da sadəcə bir ay içərisində, hətta ilk öncə bunlara qarşı, yəni Serbiyaya qarşı hücum etsəydik, daha tez kazanmış olardıq. Yəni 5 gün daha tez əldə etdik onların torpaqlarını dostlar bu savaşı və 56 minlik devasa bir ordu qaldı. Bunları bir geri çəkirəm. Və dostlar, geri çəkdim orduları və asimilyasiyalarını yerinə yetirdik. İndi isə baxaq, amma çox gözəl bir səviyyəyə gəldik. Gördüyünüz kimi torpaqlarımız belə bir səviyyəyə gəldi. Əslində sınır xətlərimiz o qədər gözəldir ki, bunu pozmaq istəmirəm. Amma enində sonunda bu da böyüyəcək və sadəcə bu torpaqlarda qalmayacaq. Dostlar, gördüyünüz kimi fəth etməyimiz gerəkən bir sonraki hədəf isə Rumıniya olacaqdı və sonra Moldova olacaqdı. Amma bunu Türkiyə pozduğu üçün bundan sonraki hədəflərimizdə ilk öncə təbii ki burada, hətta indi bunu həll edək. 56 min ordular belə bölək. Ordularda belə gətirib, geridən də bir bunlar edək. Daha doğrusu tək alır.
etsə gözəl olar. Daha məntiqli olar. Bəli dostlar. Lübnanla kimlə? Lübnan? Hə. Bəli dostlar, gördüyünüz kimi belə bir taktika etdik və görək necə alınacaq. Bu ordu gəlirmi bura? Saldırırmı? Bəli, saldırır. Çox böyük ordularla girdik, amma olsun, daha çox qazanma ehtimalımız var idi və bir həftə içərisində bunu da həll etdik. Super. Əla. Lübnanla bizə qarşı savaş etdi. Lübnan, sən irəli gedirsən dostum. Sən barış və bu qədər. Super. İndi isə ikinci öncül hədəflərimizdən biri artıq İtaliya ilə də sınır xətti oluşturduq və onlarla da bir saldırmazlıq paktı imzalayaq. Çox gözəl. Bir sonraki artıq hədəflərimizə çatdıqdan sonra daha çətin sınaqlar gözləyir. Artıq biz bir İtaliya, Fransa, İspaniya, İngiltərə dərəcələrinə qədər gəldik, çatdıq deyə bilərik. Sadəcə onlar ilk 4-də, 5-də, 10-cu yerdədirlər deyəcəkdim. Hər nəysə. Yəni ilk 10-dadılar, amma biz hələ ki 20-ci ölkəyik, ilk güclü 20-ci ölkəyik və biz də bunu bir sonraki bölümdə artıq 15-ci sıralara qədər gətirib çıxartmalıyıq. Avstriya və Macaristan. Bu iki ölkəni fəth etməliyik. Onların da nüfuzları təbii ki 436 min, birinin də 430 min, 350 min ekonomi və digərinin isə 240 min ekonomisi var. Toplam içində 20 əyalətdən fazla, 20 plus əyalətə sahibdir. Yəni ikisinə də bir anda savaş etməyəcəm. Sadəcə Avstriyaya, sonra isə Macaristana və ya Macaristan sonra Avstriya. Artıq bunu da həll eləyəcəyik. Videoda 17-18 dəqiqə gəlib. Dostlar, artıq bir sonraki videoda görüşənədək like'larınızı, yorumlarınızı gözləyirəm. Konseptlərinizi yazın. Abunə olursanız sevinərəm. Təbii ki, algoritmada daha çox yuxarılara qalxmaq üçün lazımdır. Bu artıq bugünlük bu qədər. Sağ olun, salamat qalın.